yerdə 5 dənə, 3 dənə ağac əkirsiniz. 3 gül bastırırsınız. Burada qızıl gül bitdi, burada yasəmən bitdi, burada nərgiz bitdi və salam. Şəhər gözəlləşdi. Eyni şəhərin gözəlliyini bugün 17 yaşlı balasının qatilləri tapılmasa. Lazımdır da bu təhlükəsizlik kameraları. Dağıtmayın da bu pulları. Şəhərə ayrılan pullara aidiyyatı üzrə sərf eləyin də. Nə qədər yiyəcəksiniz? Onsuz doymayacaq da, bu doymayacaq ki. O boyda böyük şəhərdə necə olur ki, sizin təhlükəsizlik kameralarınız yoxdur küçələrdə? Mən təbii ki, inanıram Daxili İşlər Nazirliyinin əməkdaşları, bizim polislərimiz tapacaqlar, məhkəməmizdə lazımi cəzanı verəcəklər. Amma bir sualım var. Necə olur ki, yol hərəkəti qaydalarını pozan kimi dərhal SMS gəlir telefonumuza? Çünki kameralar var və 90% yerdə işləyir bu kameralar. Amma bugün Gəncədə bu qatillər kimdir? Faktın üstünü açmaq üçün deyirlər ərazidə kamera yoxdur. Onsuz da cinayətkarlıq baş alıb gedir. Qoyun da bu kameralarla milyonları boş-boş elə yeyirsiniz, sümürürsünüz, üstündən də